Proqramımız davam edir dostlar və Azərbaycanın turizm potensialını nəzərə alsaq, bu mövsümsüzdür. Xüsusilə qış, bahar, yaz, yay, payız, yəni heç fərq etməz. Hər zaman insanlar çalışırlar ki, xüsusilə də daxili turizm imkanları, potensialı o qədər yüksəkdir ki və Almaniyada da, Avropada da xüsusilə bu haqda qeyd olunur, danışılır. Çünki əgər bunu nəzərə alsaq, qış turizminin xüsusilə bölgələr var ki, o hissələrdə daha çox onun tanıdılması, bu istiqamətdə iş aparılır. Azərbaycan Turizm Bürosu məhz yanvarın 22-si 25-də Almaniyanın Oberstdorf şəhərində Beynəlxalq Xizək və Snowboard Federasiyasının xizəkdə tramplindən tullanma üzrə dünya çempionatı yarışlarında təmsil olunub və Dövlət Turizm Agentliyindən də bildirilib ki, bu brend güşədə yarışları izləyən ziyarətçilərə Azərbaycanın mədəni irsi, unikal turizm imkanları, qış idman növləri üzrə potensial haqqında ətraflı məlumat verilir. Eyni zamanda ölkənin xarici turistləri üçün cəlbedici qış turizmi istiqaməti kimi tanıdılması məqsədi ilə təbliğat və məlumatlandırma işi də aparılır. Və əsas məqsədlərdən biri də Azərbaycanı qış idman növləri üzrə dünya səviyyəli peşəkar yarışların keçirildiyi məkan kimi tanıtmaq, həmçinin ölkəmizin turizm brendi və məhsullarının beynəlxalq arenada geniş miqyaslı marketinq və tanıtım kampaniyasının aparılmasını təmin etməkdir. Qeyd edək ki, Azərbaycanın təşkil olunan dünya kubokları və çempionatları kimi qlobal yarışlarda təşkilatın qlobal destinasiya və tərəfdaşı kimi çıxış etməsi də qeyd olunur.